Kızı apresiya olmuştum. Narkozdan aylandan sonra TikTok'ta gördüklerime inanmadım. Doktor cehennemde üyü soruştum. Atışmamış elime yapış, camış qamış bu nədir? 5000'e yakın yaşı olan Türk dilinde mahnı için başka sözler tapılmadı. Ay şair, başvi yere sokmuş səni. Sonra baxıram Trump bir Xomeyni'ni öldürüb o biri Xomeyni'ye dəyişdi. Aldım qoz, satdım qoz stratejiyası adlanır siyasətdə. Sonra vəbşi inanmadım. Süni zəka eləyib dedim. Filtrdi, twitterdi, nədir görürəm. Pak, fak, mak pis sözlərdən post eləyib ki ay mollalar daşı daş üstə qoymayacağım. Sabah xoruzun boğazını kəsməzsiniz. Qıza nə xoruz? Ormuz boğazını açmazsınız. Nə boğaz açılması? Tanış çöpçünün nömrəsi var. Verim getsin boğazı və açsın da. Sonra başa saldılar ki yox neft davası gedir. Bir qorxdum ki bir ətay pul tökmüşəm. Apresiya eləmişəm ki sağ qalım ölməyim. Trump buradan bizi partladacaq. Dedilər bu il at ilidir, at muraddır. Bu ilin atların ahirətin 4 atlısıdır valla. Sonra nəvəm Amerikadan yazdı ki nənə qorxma. O həmişə taco siyasəti yeridir. Yəni Trump always chickens out. Baş hərfləridir bizim dildə. Yanaram, alışaram, küsərəm, barışaram. Zadni xot atır həmişə. Sonra Paşiki gördüm. Ürəyim kabab oldu. Əvvəldən nə idi Hüsnü Camalı, indi oldu Dəli Bayraməli. Arvadı da atdı getdi onu. İndi avtobuslarda food blogerlik eləyir. Gah piraşki yeyir, gah kartuşka yeyir. Nə baş verir onun bizim çəpişməlinin başında bilmirəm valla.